Hazır bir de görürsüz, bəzən insan heç o potensialın və ya o iradənin onda olduğunun fərqində olmur. Baxın, məsələn, və ya yaddan çıxardır. Baxın, adı görürsüz evdir. Sənə məxsus olan bir sənət mi deyək və ya bir lazımi bir şeyi görürsüz, özün qoysan onu bir yerdə. Amma 5 gündən, 10 gündən sonra, 6 aydan sonra, 1 ildən sonra onun yerini unudursan. Hə, axtarırsan, gəzirsən, ələk-fələk eləyirsən, onu tapa bilmirsən də. Bəzən olur, insan mümkündür və ya bəzən xırda bir şey olur, onu elə bir yerə qoyursan, onun üstünə toz basır, belə deyək, tamam ondan xəbərsiz olursan. Evi ələk-fələk eləyirsən, onu tapa bilmirsən. Bəzən olur, evi insan təmizləyəndə həmən o lazımı sənə olan iynə deyək və ya nə deyək, nə bilim, üzük deyək, kiçik bir əşya, amma lazımlı bir əşya. Onu görürsən ki, mən bunu burada qoymuşam. Deməli, insanda müəyyən şey lazımdır ki, insan bir balaca o özündə bir təmizlik yaparsın, həmən o sənə lazım olan o iradəni tapasan və ya bəzən o dediyim kimi o tapa bilmirsən, gəzirsən, sonunda onu axtarıb tapırsan, onun üçün də insan müəyyən qədər axtarış eləməlidir. Məsumların kəlamına, Qurana murad elə otur yerində denən ki, mənim iradəm belə nümayiş olunmalıdır, mənə təqdim olunmalıdır. Yox, gərək insan onun üçün axtarışlar edə